Sabah xeyir olsun değerli izləyicilərimiz. Qısa bir məlumatı verim sizə. Beynəlxalq Maliyyə Birjasında təbii ki, ilk öncə biz qızıldan danışarıq. Dünən Siqnal kanalında paylaşdığımız bütün siqnallar, yəni qızılda, euro dollarda, funt dollarda, bitcoin'də, gümüşdə mükəmməl nəticə verdi və bunu biz YouTube kanalında Qaffar İmam verdi. Yazın YouTube kanalında bu açıqlamasını vermişik və qrafik üzərində göstərmişik. Bugün nələr baş verdi? Yəni dünən qiymətin demək 4800 4833'e kadar yani kalkması səhər saatlarında, ondan sonra yani değer itirerek aşağı doğru istiqamət aldı. Yani ardasa bir 60 dolarla bir eniş nümayiş olunub. Yani ümumi olarak dönüş nöqtəsi, güclü dönüş nöqtəsi 4770'lərdir və hədəf olaraq əsas hədəflər 4760'lardır. Və təbii ki, ondan aşağı formalaşsa qiymətin yəni qısa zaman ərzində 4713'lərə qədər enməsi gözlənir. Təbii ki, nöqtə 4713'lərdə çox güclü bir dönüş nöqtəsidir. Alış əməliyyatları alternativ ssenarində alış əməliyyatlarına nəzər çatdırım. Yəni alış əməliyyatları bugün hazırki vəziyyətdən söhbət gedir. 4797'dən gələcək. Yəni ümumiyyətlə hələ ki yavaş-yavaş aşağı doğru istiqamətdən davam edir. Yəni hədəflərə doğru istiqamət alır. Yəni birinci hədəfi dediyimiz kimi 4770'lərdir. Yəni ondan aşağı formalaşması biraz deyək ki, qızılın yenidən aşağı gəlməsini göstərir qrafikdə. Yəni gümüşə gəldikdə isə gümüş nə edəcək? Yəni gümüş ümumiyyətlə hal-hazırdakı vəziyyətdə 78-800'lərdədir. Yəni alışlar 79-250'lərdən, satışlar isə 78-400'lərdən gələcək. Nəzər çatdıraq ki, axşam saatlarında yerli saatla saat 16:30'da Amerikada çıxan 3 vacib xəbər var. Biri də orta xəbərdə. Yəni bu bazara təbii ki, güclü təsir göstərəcək. Keçək biz Bitcoin'ə. Bitcoin'də dünən biz alış əməliyyatı haqqında məlumat paylaşmışdıq. Təbii ki, mükəmməl alışlar gəldi. Bugün alışlar hansı nöqtələrdən gələcək? Biz artıq Siqnal kanalında paylaşmışıq. Bitcoin'də alış əməliyyatları 76-100'lərdən gələcək. Satışlar isə 75-200'lərdən gələcək. Euro dolar, funt dolar gəldidə isə funtun dolar rəqabəti alışlar 1.35-400'lər, satışlar isə 1.35-35'lərdir. Euro dolar rəqabətində alışlar 1.17-9'lər, satışlar isə 1.17-600'lərə təsadüf edir. Belə əzlərim, yəni bütün kütlənin marağı, diqqəti qızıldadır və bildiyiniz kimi eyni zamanda neftdən də danışaq. Yəni bildiyiniz kimi ətrafda baş verən müharibələr, yəni tankerlərin partladılması, rusumların alınması və tankerlərin saxlanılması və yəni bir sözlə belə deyək, yəni ümumiyyətlə belə bir hadisələrdə neftin sürətlə yuxarı doğru qalxması gözlənilməli idi, yox, artıq qalxmalı idi, amma deyək ki, Amerika buna hələ ki şərait yaratmır ki, neft bahalaşsın.